size bir vlog çəkəcəm. Artıq durmuşam, indi elimi giyinib məşqlərə gedəcəyik. Artıq kombimi giyinmişəm, belədir. İndi saçımızı da düzəldək. Birincisini elədim, ikincisi qaldı. Tadam, məncə çox qəşəng oldu. Necə alınıbsa siz də yorumlarda yazın. Elə bir bu şey oldu ya, bundan qalın oldu. İndi isə qızlar, hələ ki saçımı yığdım, belə açılmasın, zədələməsin. İndi çantamızı yığaq. Yapışdırdım bura. Hal-hazırda riyaziyyat kursuna gedirəm. Amma nənəmgilə gedəcəm, ona görə fizikanı götürürüm. Axı sabahki dərsləri də götürək, çünki sonra dərnəyə gedəcəm. Tabaqlıları boyaq. Çantamız hazırdır. Hal-hazırda kursdan gəlirik qızlar. Bugün çox şey elədik, testlər, sınavlar, zadlar. Axı maraqlı idi. Evə gedib sonra dərnəyə gedəcəyik biz. Toxuma dərnəyidir. Qızlar, indi toxuma dərnəyə gedirik. Orada görüşərik. Qızlar, indi isə corab toxuyuram. Belə alınır. Qutaranda göstərərəm sizə. Ucu artıq 2 gündür dərnəyə gedirəm. Yəni həftə olur da. Həftədə 2 dəfə gedirəm. Toxumadan sonra riyaziyyat yazmağa başladım, çünki sabahda məşğələm var. İstəyirsinizsə təzə video çəkə bilərəm. İndi isə canlarım, dərslərimi yazaq, çünki gələn həftənin 3-cü gündən ingilis dili kursuna gedəcəm. Ona görə riyaziyyat kursunu qurtarmalıyam. Yəni çox da verməyiblər. Axı da yazaq. Məktəb dərslərimdə qalıb, onları da yazaq. İndi cədvəlini tamamlayaq. Riyaziyyatı eləməyə başlayacağım. Bir də indi gördüm, gündəlik 2 manat oldu.